It's a classroom, but today's lesson isn't in a textbook. It's in the soil, the leaves, and these pest traps. Master's student Pari Mamadli is part of a transformation in Azerbaijani agriculture, supported by the Food and Agriculture Organization of the United Nations Life Cycle Management of Pesticides project, financed by the Global Environment Facility. Through the project's integrated pest management trials, students like Pari are proving that biological controls work, cutting pesticide use while protecting crops. The result is lower costs for farmers and higher safety for consumers. It's a model that's spreading across the region. Bizim burada əsas məqsədlərimizdən biri də az xərc, az sərfiyyat etməklə yüksək məhsullar almaqdır. Yəni bizim də fermerlərə ən çox verdiyimiz məsləhətlərdən biri budur. Ona görə də mümkün qədər həm xərc baxımından, həm də ki təhlükəsizlik baxımından pestisidlərdən nə qədər uzaq qalsaq, bir o qədər yaxşıdır. Pomidor bitkisi çox qulluğa tələb eləyən bir bitkidir. Yəni pomidor bitkisində budama, dolama, yarpaq vurma və sair kimi məsələlər var ki, onlar vaxtında və düzgün aparılsa, biz oradan yaxşı məhsuldarlıq ala bilirik və bu zamanda bizim dərmana ehtiyacımız olmur. Amma danılmazdır ki, istənilən istixanalarda biz zərərvericilərlə rastlaşırıq və biz onlarla rastlaşdığımız zaman bioloji mübarizə üsullarından, o sarı tələlərdən, feromenlərdən istifadə edirik. Biz də onları yönəltdiyimiz istiqamət o olur ki, yüksək məhsul əldə etməklə yanaşı, həm də orqanik gübrələrdən istifadə olunmalıdır. Orqanik gübrələrdən istifadə olunması həm xərc sərfiyyat cəhətdən, həm də ki ekoloji cəhətdən daha sağlamdır. Ona görə də biz əsasən üzvü gübrələrdən, peyinlərdən, bitki və heyvan mənşəli gübrələrdən istifadə edirik. For Pari and for Azerbaijan, the message is clear. The best harvest is a safe one.